Yəni əgər insan, yəni müsəlmanlar nəsihətli olarsa və rəhbərlərə nəsihətli olarsa, sözsüz ki, o müsəlmanın qəlbində kindən, nifrətdən, küdurətdən heç bir əsər əlamət olmaz. Çünki qəlbində kin olan insan, nifrət olan insan heç vaxtı nəsihət əhli olmaz, heç vaxtı nəsihət edən olmaz. Və sonra isə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, müsəlmanların cəmaatı ilə bir yerdə olmaq, ayrı düşməmək, təfriqəçilik yaratmamaq, təkliyə çəkilməmək və müsəlman cəmaatları, yəni bəyənməməkdən uzaq olmaq, hansı ki, bugün bəzi insanlar bunu edir. Müsəlman cəmaatlarla bir yerdə olmurlar, onları bəyənmirlər, o toplumdan uzaq gəzirlər, o topluma müxtəlif cür adlar qoyurlar, o toplumu müxtəlif cür yəni, ləqəblərlə, müxtəlif cür isimlərlə çağırırlar. Təbii ki, Allah Rasulullah sallallahu əleyhi və səlləm bizi bu əməldən çəkindirib. Buyurur ki, kim əgər müsəlmanların cəmaatından bir qarış, qayda şibrin bir qarış ayrı düşərsə, sanki o cahiliyyə ölüsü kimi ölmüş olar. Və həmçində o sanki boynundan İslam ipini çıxardıb atmış olar. Deməli, müsəlmanların cəmaatına bir yerdə olmalı, onlara qaynayıb qarışmalı və onlara daimən xeyirdə olmalı. Əgər belə olarsa, deməli, o insanın qəlbi salamatdır, deməli, o insanın qəlbi sağlamdır. Çünki müsəlmanların cəmaatından bir yerdə olan insan, deməli, kindən, küdurətdən, nifrətdən uzaq olan insandır. Özü üçün istədiyini onlar üçün istəyəndir, özü üçün istəmədiyini, sevmədiyini onlar üçün sevməyəndir, özü üçün yaxşı gördüyünü onlar üçün yaxşı görəndir. Lakin xavaricilər, mu'təzilələr və onlara bənzər insanlar isə təkfir əhli, xüsusən də indi yayılan bəzi bidət tayfalar, müasir tayfalar isə görürsən ki, müsəlmanların cəmaatından uzaq gəzirlər. Müsəlmanların cəmaatına qaynayıb qarışmırlar və özlərini təkliyə çəkiblər. Müsəlman cəmaatları müxtəlif adlar qoyurlar. Və təbii ki, bu insanların yəni qəlbində əlbəttə ki, xəstəlikdən bir əsər əlamət var. Ona görə hər bir müsəlmanları eyibləməkdən, müsəlmanları tən etməkdən, onları məsxərəyə qoymaqdan, onlara müxtəlif cür ləqəblərlə çağırmaqdan özünü həzər etməlidir. Və dedi ki, bu bidət tayfalarının istər keçmiş, istərsə də müasir bidət tayfaların əlamətlərindəndir ki, onların qəlbi müsəlmanlara qarşı kinlə, nifrətlə, həsədlə doludur, qişlə, xəyanətlə, aldatmaqla doludur. Və həqiqətən də bu insanlar görərsən ki, müsəlman topluma qarşı və həmçinin müsəlman rəhbərlərə qarşı ən xəyanətkar və həmçinin də ən yəni aldadıcı insanlardır. Və həmçinin də bu insanların çoxsu müsəlmanların cəmaatına ən uzaq olan insanlardır. Deməli, insan çalışmalıdır ki, müsəlmanlara qarşı daimən nəsihətli olsun və həmçinin nəsihət də dedi ki, müsəlman rəhbərlərə edilən nəsihət və bu nəsihət də təbii ki, yəni bu nəsihəti onun əhli edir və bu nəsihət ona gizlində olunur, sirr olaraq o nəsihət ona olunur. Və bu nəsihət iki nəfərin arasında olur, onunla nəsihət edənin arasında olur. Qəbul edərsə, əlhamdülillah, qəbul etməsə insan üzərinə düşəni yerinə yetirmiş olar. Və bu nəsihətdən sonra artıq orada olan söz-söhbət, iki nəfərin arasında olan söz-söhbət insanlar arasında çıxarılmır, insanlar arasında yayılmır və həmçinin də insanlar arasında danışılmır. Və həmçinin də rəhbərlərə nəsihət dedik ki, ikilikdə olmalıdır, sirdə olmalıdır, minbərlərdə olmaz və toplumun arasında olmaz. Və sələf-i salihin əhlüsünnə mənhəcinə müxalif olan əməllərdəndir və əhlüsünnə insanları bu əməldən çəkindirir. Buna da dəlil var. Peyğəmbər sallallahu əleyhi və səlləm hədisi və həmçinin Allah subhanahu wa ta'ala ayəsi. Əksinə, müsəlman rəhbərlərə, yəni onların nəsihətin insanlar arasında danışılması, yəni mən ona filan nəsihət elədim, peşman nəsihət elədim. Bu, birincisi qeybət, ikincisi fitnənin, fəsadın, şərin yayılmasıdır, aydındır. Və bu da bəzi insanların əlinə fürsət verməkdir və həmçində müsəlman cəmiyyətinin bir-birinə artıq dəyməsidir və artıq o cəmiyyətin qarışmasıdır. Və təbii ki, bu şər əhlinin, münafiqlərin əlamətlərindəndir ki, onlar daimən yəni onlar həmişə pusqudadır ki, yəni necə insanları rəhbərə qarşı qaldırsınlar, necə insanlar ona qarşı çıxartsınlar ki, müsəlman cəmiyyət, müsəlman toplum bir-birinə dəysin və beləliklə ölkənin içərisində xaos, dərəbəylik, fitnə, fəsada yayılsın. Bu da dedi ki, yəni bidət tayfalarının əlamətlərindəndir, münafiqlərin, şər əhlinin əlamətlərindəndir. Və dedi ki, nəsihət sirdə olur. Necə ki, Allah subhanahu wa ta'ala Musanın Harunun Fironun yanına göndərəndə buyurur ki, fə'tiyahu fəqulə innə rasulə rabbikə. Onun yanına gedin və ona deyin ki, biz sənin Rəbbinin peyğəmbəriyik, iki peyğəmbəriyik. Və onlara əmr elədi ki, Fironun yanına getsinlər. Və demədi ki, bazarlarda, insanların arasında və yaxud da küçədə Fironu inkar eləsinlər və yaxud da Fironu nəsihət etsinlər. Xeyr. Əksinə buyurur ki, fəqulə ləhu qavlən leyyinən ləalləhu yetəzəkkər əv yaxşə. Ona fəqulə ləhu qavlən leyyinən ləalləhu yetəzəkkər əv yaxşə. Ona yumuşaq söz deyin, bəlkə o xatırlayar, bəlkə Allahdan qorxar. Yəni baxın, bu hətta kafirlə belədirsə, qeyri-müsəlmanla belədirsə, hansı ki, Firon ən azğın insan, həddən aşan insan, hansı ki, o ilahlığı, rəbliyi, yəni etiqad edən insan idi, bu etiqadda idi. Hətta onunla belə
ən azğın insanla belə Uca Allah Subhanahu wa Taala buyurur ki, yəni təklikdə olun. Yəni siz bir yerdə olun. Əksinə ona nəsihəti, yəni demədik ki, ona nəsihət bazarlarda və yaxud da küçələrdə və yaxud da insanların toplu olan yerində olsun. Xeyr. Əksinə buyurur ki, nəsihət onlara gizlində olsun. Və həmçində başqa bir hədisdə də Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, yəni əgər ona nəsihət etmək istəsəniz, onun əlindən tutub bir kənarda ona nəsihət edin. Qəbul edərsə elhamdülillah, etməzsə insan üzərinə düşəni nədir? Yerinə yetirmiş olar. Və həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm bizi çəkindirib hakimləri söyməkdən, onları təhqir etməkdən, onları alçatmaqdan, necə ki bu gün geniş yayılmış əməllərdəndir. Yəni çirkin əməllərdən də təbii ki, müsəlman dinli bu şeylərdən saxlamalı. Birincisi qeybətdir. İkincisi də bu bizə qadağan olunub, nəhy olunub. Çünki onları söymək insana heç bir xeyir vermir və həmçində bu onlara nəsihətdən deyil. Əksinə bu dedi ki, qeybət və həmçində fitnənin, fəsadın qalxmasıdır. Əgər insan bunu nəsihətdən hesab edirsə, həqiqətən o insan, yəni zülm edən insan da zalımdır. Yəni bunda əlbəttə ki, nəsihətdən heç bir əsər, əlamət yoxdur. Həmçində Allah Resulü sallallahu əleyhi və səlləm başqa bir hədisində buyurur ki, Uca Allah Subhanahu wa Taala sizin üçün 3 şeyə razıdır. Ona ibadət edib şərik qoşmamağınız və ikincisi üzərinizə seçilən əmrləri nəsihət etməyiniz, üçüncüsü isə Allahın ipindən möhkəm yapışıb parçalamamaq. Uca Allah Subhanahu wa Taala sizin üçün bu 3 şeyə razıdır. Deməli, rəhbərlərin yanında olmaq və həmçində onlardan hər hansısa bir xəta hasil olarsa, yəni nəsihət əhli və o işin əhli nədir? Ona nəsihət etməli və həmçində ki, bu nəsihət sirdə, gizlində olur. Və sonda isə, yəni əgər insanın işi gücü müsəlmanların eybini axtarmaqla, xətalarını axtarmaqla olarsa və onları yaymaqla, yəni məşğuliyyəti onları yaymaq olarsa, bir insanın təbii ki, bu münafiqlərin şənidir, münafiqlərin əlamətlərindəndir. Hansı ki, onlar insanların, rəhbərlərin, alimlərin eyblərini axtarırlar və onları yəni insanlar arasında təşhir edirlər, yəni yayırlar və həmçinin də onların yaxşı əməllərini isə gizlədirlər. Və həmçinin gözəl əməllərini isə gizlədirlər. Amma iman əhli isə, həqiqi müsəlman isə əksinədir. Əksinə o eybi örtən və həmçinin də xeyri, gözəl əməlləri yayandır müsəlman. Eyb görəndə, naqislik görəndə nəsihət edəndir. Və nəsihət də dedik ki, hər bir halda gizlində olur. Hər bir halda nəsihət sirdə olur. Və lakin müsəlmanların eyblərini axtarmaq və həmçinin onların eyblərini tətəbbü etmək, onları güdmək, harada səhv edəcək, harada xəta edəcək və sonra isə onları insanlar arasında yaymaq, dedik ki, bu nifaq əhlinin əlamətlərindəndir. Hansı ki, onlar şər istəyirlər və həmçində müsəlmanların eyblərindən fəxrlənirlər və bundan fərəh hissi duyurlar. Və bir müsəlman xəta eləyəndə sevinir, bir rəhbər xəta eləyəndə sevinir, bir alim xəta eləyəndə sevinir. Və bunu yəni artıq öz məclislərində başlayırlar bu söhbəti aparmağa ki, filan insan bu xətanı elədi, filan rəhbər belə bir xəta etdi, filan alim belə bir xəta elədi. Niyə görə? Çünki yəni fitnəni, fəsadı qaldırsın deyənə. Lakin dedik ki, iman əhli, müsəlmanlar isə bundan uzaqdır və həmçinin də ümumiyyətlə bir şey unutmalı deyilik ki, əziz qardaşlar, əziz müsəlmanlar, yəni insanların eyblərini yaymaq, rəhbərlərin, alimlərin eyblərini yaymaq, onların eyblərini yaymaq, bu əksinə düşmənləri sevindirən bir əlamətdir. İslam düşmənlərini sevindirən bir əlamətdir və hansı ki, onlar öz yerlərində oturublar və bu insan isə artıq burada müsəlman cəmiyyəti, müsəlmanları bir-birinə qarışdırır. Ona görə müsəlman çalışmalıdır ki, yəni müsəlmanlara daimən xeyirdə olsun və onlara daimən xeyir istəsin və onlara daimən nəsihətli olsun.